6-cı sinif rəqəmlərdən ibarət testlərimizə baxırıq. Birinci sualımız məşhur sualdır. Şagird dərsin başlanmasından neçə dəqiqə qabaq məktəbə gəlməlidir? Yəni neçə dəqiqə qalmış məktəbdə olmalıdır? 15-20 dəqiqə. Cavabımız olur B variantı. İkinci suala baxırıq. Siqnalizatorun köməyi ilə qalınlığı nə qədər suvaq altında olan elektrik kabellərini aşkar etmək mümkündür. Məsələn, biz demişdik ki, siqnalizasiya cihazı deməli divarda, yəni suvaq altında 5-7 santimetrdən dərinliyə qədər olan elektrik kabellərini tapa bilir, aşkar edə bilir. Orada 5-7 millimetrdə götürürdünüz. Mən demişdim ki, millimetr olmaz da, yəni şnur millimetr qədər dərinliyində olmaz, düzdür? 5-7 santimetr. Həm də 5-7 azdır yaxı. Mən onu 5-7 millimetr üzrü sayım. Millimetr azdır yaxı. Millimetrdən sarı mən orada kabelə ehtiyac, bu cihaza ehtiyacım yoxdur da. Elə özüm biraz onun səthini nənəsə qaşıyıcı bir alətlə qaşıyıb onu görə bilərəm. Millimetr çox az olar, tələsməyin. Cavab oldu C variantı 5-7 santimetr. Deşiyin diametrindən nə qədər böyük olan taxta tıxacdan istifadə olunur. Müəllimlər, deşik diametr görəndə həmişə 1-2-ni götürürdük. Deşiyin diametrindən 1-2 millimetr böyük olan taxta tıxacdan istifadə olunur. Dördüncü suala baxırıq. Şurup divarın səthindən nə qədər kənara çıxmalıdır? Müəllimlər, bu divar əşyaların bərkidilməsindədir ya, şurup biraz kənara çıxmalıdır. Şurup nə qədər dərinə işləməlidir deyəndə 1-2-ni götürürük. Nə qədər kənara çıxmalıdır deyəndə 2-3 millimetri götürürdük. 2-3 millimetr. İndi burada millimetrdir, yoxsa santimetr? Onu da biraz dəqiqləşdirək. Santimetr olsa çox olur müəllimə, görünməsin. Çox da çox olmasın. Sadəcə biraz kənara çıxsın ki, əşya bərkidə bilək. 2-3 millimetr kənara çıxmalıdır. Üstdən qoyulma kilit qapının dirəyindən nə qədər hündürlükdə qoyulur? 1,2 metr. 1,2 metr hündürlükdə qoyulur. Dəliyin diametri silindrik mexanizmin ölçülərindən nə qədər enli olmalıdır? Yenə də deyirəm müəllimlər, dəlik diametr məsələsi varsa 1-2-ni götürürük. 1-2 millimetr enli olmalıdır. Deməli, dəliyin diametri silindrik mexanizmin ölçüsündən 1-2 millimetr böyük olur. Payızda sərt şaxtaya nə qədər qalmış ağac əkmək lazımdır? Demişdik ki, bu həm 6-cı sinif dərsliyində də ağacların əkilməsi. 6-cı sinifdə də 15-20-lər çoxdur. Məsələn, şagirdin məktəbə gəlmə vaxtı, sonra birinin dincə qoyulma vaxtı 15-20 dəqiqə. Elə bu ağacların əkilməsi 15-20 günü götürmüşdük. 15-20 gün. 15-20 ilə yadda saxlamışdıq da. Müəllimlər. Deməli, cavabımız oldu C variantı. Sadə sualda onu hər kəs bilir. Albalı və gilas ağacları arasında nə qədər məsafə qoyulur? Demişdik ki, salxımda, albalıda, gilasda 2 dənə olur, düzdür? Ona görə 2-ni yadımızda saxlamışdıq. 2 metr məsafə qoyulur. 2 metr. Amma alma və armud daha böyük olduqlarına görə deməli, burada 5 metr məsafə qoyulur. Yəni 5 metrdən az olmamalıdır. Əgər tincin sadəcə yerini dəyişiriksə, nə qədər suda saxlanılır? Müəllimlər, yenə də 1-2-lər də texnologiyada çoxdur ya. 1-2 millimetr, 1-2 görürsünüz gün, 1-2 gün suda saxlayırıq. Yəni, sadəcə yerini dəyişirəmsə, 1-2 gün suda saxlayıram. Belə də yadda saxlaya bilərsiniz. Heç yadınızda qalmırsa, bir ağacdır, bir ağac, bir də su lazımdır bizə, düzdür? Su 2 hərif, ağacda bir dənə ağacdır da, ağac. Yəni 1-2 günü elə də yadda saxlaya bilərsiniz. Həm də bu o qədər maraqlı bir mövzudur ki, bunu öyrənəndə istər-istəməz həyata da tətbiq edirsən. Məsələn, ağac əkmək istəyəndə, yerini dəyişəndə deyir ki, hə, biz dərsdə belə öyrənmişdik. Mən bunu 1-2 gün suda saxlayım. Cavab oldu C variantı. Torpaq oturduqda nə qədər dərinə düşür? 4 santimetr.
Məsələn, bu halı hər dəfə bilirdi, görürdü ki, torpaq ağac əkəndən sonra torpaq belə otururdu. Ağacın yenə də üzərinə, məsələn, ya indi torpaq, ya indi peyin əlavə edirdi. Bunu bilirdi çökməsini, amma nə qədər olmasını biz bu kitabda öyrənmişik. O istər-istəməz həyatla əlaqəli olduğuna görə bizim yadımızda yaxşı qalır. 4 santimetr torpaq dərinə düşür. Müəllimlər 4 metr çox olar ha. 4 santimetr. Çalaya nə qədər torpaq səpildikdən sonra ayaqla sıxlaşdırılır. Torpaq pomidor bitkisində 10-15, 15-20 idi. Burada da 20-25'dir. 20-25 santimetr torpaq səpdikdən sonra ağac əkən zaman ayaqla bunu sıxlaşdırırıq. Çalaya hər tərəfdən bərabər ölçüdə neçə vedrə su tökülür? Bu mənim ən sevmədiyim rəqəm suallarından biri idi. Niyə? Çünki deyirdim ki, su olanda mən özüm deyəsən 3-4 vedrəni götürürdüm. 3-4 vedrə su tökülür. İndi siz yazın görün mən orada sizə nə açar söz demişəm. Demək sən belə bilirəm ki, indi tapdınız. Nə qədər su tökülür və necə yadda saxlamışdıq? Nə qədər su tökülür biz? Neçə vedrə? Bəli, 2-3 vedrə. Necə yadda saxlamışdıq? Su 2 hərfdən ibarətdir. 2-dən də sonra üst gəlirdi. 2-3 vedrə su tökülür. Həm də ki, mənlər. Görürsünüz, deyir 5 hərflidir. Vedrə 5 hərfdən ibarətdir. 2-nin üstünə üst gələndə 5 edir. Hal oldu sizə. Həm də mənlər bu ağacı təzə əkmişik də. Buna çox da çox su vermək lazım deyil. 4-5 səhvdir. 4 olanı silirəm. 4 də səhvdir. İndi ya 1-2 olacaq, ya da 2-3 olacaq. Ən azı bu ikisini qarışdıraq. Su 2 hərfdən ibarət olduğuna görə 2-ni götürürəm 2. 2 sonra 3. 3 vedrə su verilir. Deməli, bəli, vedrə 5 hərfdən ibarətdir. 2-nin üstü gəldim. Oldu 5. Hal oldu sizə. Sonra torpağın üstünü mulçalanmış materialla nə qədər örtmək lazımdır? Bu sadə sualda 6-8 santimetr mulçalanmış materialla biz torpağın üzərini örtürdük. Tinc payaya neçə yerdən və torpaqdan nə qədər yuxarıya bağlanır? Deməli, biz bilirik ki, tinc payaya 2 yerdən bağlanırdı. Bir, çətirin altından, bu da olsun tinc. Bir, çətirin bu aşağı hissəsindən bağlanırdı. Düzdür? Bir də torpaqdan 20 sant yuxarıda, 20 sant yuxarıda bağlanırdı. Hə, deməli, tinc payaya neçə yerdən bağlandı? 2 yerdən. 2 yerdən nə qədər yuxarı bağlanır torpaqdan? 20 santimetr. Cavabımız oldu C variantı. 16-cı suala baxırıq. Tikintidə neçə yaş arası ağaclardan istifadə olunur? Sadə sualda elə deyən kimi cavabını vermək lazımdır. 80-120. 80-120 yaş arası ağaclardan istifadə olunur. Yəni, yaşlı ağaclardan istifadə olunur. Bucaqlıq üçün qabarit ölçülər hansılardır? Buyurun, mənlər, bu sualın cavabını siz yazın. Çünki istəyirəm siz deyin də, çünki çaşdırıcıdır. Nübar müəllimə Nazənin müəllimə yazmasın. Onlar bilirlər, birinci yazırlar, həmişə yazmayasınız. Sevil müəllimə A variantı metodundan istifadə elədi. Çətinə düşəndə A variantı götürmə metodundan istifadə elədi və düz etdim. Deməli, 150, 230. Yaxşı, burada 150, 200... Hə, əslində asandır. Yaxşı, bax, burada 150... Yox, deməli 15, 200, 300 olsaydı götürərdiniz müəllimlər. Bəli, A variantıdır. 150, deməli 150 üstə gəlir 150. 300 ilə əlaqələndirə bilərsiniz. 30-dan bir dənə 0. Bax, 150, 200, 300 kimi yadda saxlayın. 30-un bir dənə 0-ını silin. Əslində biraz əzbərçilik tələb edir. Bəli, 150, 230 millimetr. 50 deyil, burada 50-60'ları silirəm. 250 yoxdur, silirəm. Sadə deməli, əzbərləmək lazımdır bunu. 150, 230 millimetr. Deməli, deyir ki, uzunluğu 3 metrdən çox olan meşə materialı hansıdır? Uzunluğu 3 metrdən çox hansıydı mənlər? Şalban. Düzdür. Uzunluğu 2-4 metr olan mişarlanmış meşə materialıdır. Uzunluğu 2-4 olan tir idi.
Tir uzunluğu 4 metr olan mişarlanmış meşə materialıdır. Uzunluğu 2 metrə qədər olan qısa meşə materialına adlanır. Heç bu qısa sözü burada olduğu bizə kömək etdi əslində, kötüşdü. Amma yenə də qısa sözü olmasa, mən məntiqlə bilməliyəm ki, 2 metrə qədər düzdür, onda olacaq kötük. Kəsilən hissənin uzunluğu tirciyin eninin hansı hissəsinə bərabər seçilir? Buyurun yazın. Bunu 0,5-15 olaraq da yadda saxlaya bilərsiniz mənlər. 0,5, 1,5. Ona demək biraz çətin olur, bəlkə də dilinizə yatmaz. 0,5, 1,5. Qısa konkret 0,5-15. Yəni vergül onu satacaq sonra. 0,5-15. 0,5, 1,5 hissəsinə qədər bərabər olur. Kiçik tirin qalınlığı gələcək məmulatın diametrindən nə qədər böyük olmalıdır? Yenə də deşik diametr məsələsi, yenə də 1-2 millimetr. Çox da çox böyük olması. Mən tir götürmüşəm, onu silindr hala gətirəcəm, düzdür? Onun kənarlarını yonacam. O biraz böyük olmalıdır. Yəni pəstahdır. Pəstah gələcək məmulatdan biraz böyük olmalıdır. Nə qədər? Çox da çox yox. 1-2 millimetr. Pərgərın köməyi ilə radiusu pəstahın diametrinin nə qədərinə bərabər olan çevrə çəkilir? (0,5) hissəsinə bərabər olan çevrə çəkilir. 0,5. Kəsmə yeri məncənənin dodaqlarından nə qədər kənara çıxır? Məncənədə biz demişdik ki, 1,5-8, bir də 10-15 düzdür. Təmizləyəndə 5,8 idi, 5,8 millimetr. Kəsəndə isə 10-15 millimetr. Deməli, kəsmə yeri məncənənin dodaqlarından 10-15 millimetr kənara çıxmalıdır. Yeyənin nömrələrinə görə neçə növü var? Mənlər 1, 2, 0, 1. Bax, özümüz heç əzbərləməyə. Bizim yeyələrimiz hansılardır? 0, 1 dəlici, 2, 3 xüsusi, 4, 5 məxməri. Deməli, 0-dan 5-ə qədər gəldi. Belə deyim də, bax, 0, 1 dəlici, 2, 3 xüsusi, 4, 5 məxməri. Deməli, burada nə deyirik? Cavabımız olur B variantı. Sonra 0, 1, 2, 3, 4, 5. 0 və 1 nömrəli yeyərlər. Deməli, bu yeyərlərdə hər 10 millimetrə neçə diş düşür? Yəni, biz bilməliyik ki, bu hansı yeyədir? Dəlici yeyədir. Dəlici yeyədə nə qədər diş düşürdü? 5, 12. 5, 12 diş düşürdü. Dəlici yeyənin bir gedişində götürülən qatın qalınlığı nə qədərdir? Mənlər, burada da 5-lə 2 rəqəmi yenə də bir aradadır. B variantı 0,2, 0,5 millimetr. Burada hamısı millimetrdir ya bu arada. Çünki metaldan müəyyən bir nazik bir qat götürürük. 0,2, 0,5 millimetr. 2 nömrəli yeyələrdir. Bunlar da bilir ki, 2 nömrəli yeyələr xüsusi yeyələrdir. Məsələn, burada orta kərtəclə yə də yazsaydı, onu da götürərdik. Məxməri 4-5-dir, dəlici 0,1-dir, natfil bunun nömrəsi yoxdur. Yeyələrin uzunluğu nə qədər olur? Deməli, mənlər yeyə 104 hərfdən ibarət olduğuna görə 100-400 olaraq yadda saxlamışdıq. 100-400 millimetr. Sol əl yeyənin kənarından nə qədər olmaqla yeyənin burnuna qoyulur? Bu da elə eyni mismar çəkic məsələsindən yadda saxlayın. Çəkici necə tuturduqsa, yeyəni də o formada tuturuq. 20-30 millimetr məsafədə yeyənin burnuna qoyuruq. Elektrik direli neçənci ildə icad edilib? Elektrik direli 1895-ci ildə Wilhelm Fein tərəfindən icad olunmuşdur. Deməli, burada cavabımız olur A variantı. 1895. Közərmə lampası nə qədər gərginlik üçün nəzərdə tutulub? Mənlər, közərmə lampası 3,3 volt gərginlik üçün nəzərdə tutulub. Burada 3-ü götürmək istəyirsiniz. Niyə? Çünki o bir batarya ilə yanmaz. Bir batarya da 1,5-dir. 2 batarya əlavə edərik. 1,5 isə 1,5 gələndə 3 edər. Amma bu yenə də əslində
çözəlmə lampası 3,3-dür müəllimlər. Yəni o demək deyil ki, biz 2 bataryadan istifadə etdik, çözəlmə lampasını işıqlandırdıq. Düzdür, bunu edirik, gözü çatır. Amma yenə də görürsünüz, eyni olmur da. Eyni olsaydı çox gözəl olardı. Deyərdim ki, yadda saxlayın. Onun gücü 3-dür. Biz batariyada 1,5-dir. Bizə nə lazımdır? 2 dənə batarya. Belə üst-üstə düşərdə uyğun gələrdi. Amma yenə də orada demişdim də sizə 3,3-dür. 3 tamı alıram, amma 3 qalır orada. 3,3 volt nəzərdə tutulmuşdur. İsti ema zamanı B qrup vitamini neçə faizini itirir? E, Müəllimlər, isti ema zamanı B qrup vitamini 20-40% itirirdim. 20-nin üstünə 20 gəlirdim, 40 alırdım, düzdür? Həm də B əlifbada ikinci rəqəm idi, axı elə demişdik. Məsələn, B 20-40 idi, PP isə 15-30 idi. Bu sadədir əslində, bunu bilirik. Yenə də elə o 34-cü sualda da elə onu soruşur, PP-ni soruşur. PP nə qədərdir bəs? 15-30 faiz. B variantı. 35-ci sualda deyir ki, müsbət 4, -8 dərəcə temperaturda ərzaqların saxlama müddətini uyğunlaşdırın. Gəlin baxaq. Deməli, süd 20 saat idi, düzdür? 4-ə yazırıq A. Xama 72 saat. 3-ə yazırıq B. Kəsmiş 36 saat. 2-də yazırıq C. Çərə yağı 10 gün. 1-ə yazırıq D. D ilə başlasın, A ilə bitsin. Deməli, bu variantı sildim. Bunun hamısı A ilə bitir. Bu C ilə bitir, sildim. Bu da B ilə başlayır, sildim. Bu da C ilə başlayır, sildim. Cavab olur D variantı. D, C, B, A. D, C, B, A. 36-cı suala baxırıq. Pasterize edilmiş süd neçə dərəcə temperaturda saxlanılır? Hə, deməli biz həmişə öyrənmişik ki, pasterize edilmiş süd neçə dərəcə qızdırmaqla alınır? 72-75. İndi bizə dərəcəni soruşur. İndi onu siz yazırsınız müəllimlər. Asandır, bəli, 0,6 dərəcə. İndi burada müəllimələr bunu silirəm, eynidir. 0, məsələn, 8 yazıram bura, 0,8 yazıram ki, dəyişiklik olsun. Deməli, iki dəfə düşür variant, eybi yoxdur. 0,6 dərəcədə biz nə edirdik? Pasterize edilmiş südü saxlayırdıq. Nə qədər? Deməli, nə qədər saxlayırdıq? 2 həftə idi deyəsən, o biri də 4 ay idi. Deməli, nə qədər temperaturda? 0,6 temperaturda. 6-cı sinifin dərsi 6-nı yadda saxlamışdıq. Neçə dərəcə temperaturda pasterize edilmiş süddən bişirilmiş süd alınır? Yəni deyir ki, pasterize edilmiş süd özü 72-75-dir. Həmin onu götürürük, o bişmir baxa. Biz onu neçə dərəcəyə qədər qızdırıb bişirilmiş süd alırıq? Belə yadda saxlayın da demişdim. 98-də 100 dərəcəyə yaxındır, yəni 100 dərəcədə su qaynayır. Deməli 90, 98, 90 yoxsa 95, üzülürsən 95 olar, 95, 90 yox. 95-98 dərəcə temperaturda qaynatmaqla biz pasterize edilmiş süddən bişirilmiş süd alırdıq. 95-98 dərəcə. Görürsünüz, 100-ün yarısı 5 qalır da 100-ə. 95, bir də 2, 98. 95-98 dərəcəli süddən biz bişirilmiş süd, qızdırmaqla bişirilmiş süd alırıq. Sterilize edilmiş süt nə qədər qızdırılmaqla alınır? Sterilize edilmiş süt 120-140 dərəcə temperatura qızdırılmaqla alınır, 4 aya qədər saxlanılır. Deməli, mərci, noxud, lobya. Bişmə müddətləri birində 1 saatdır, birində 1,5 saatdır, birində 1,5-2 saatdır. Necə demişdik? Demişdik ki, ölçülərinin ən kiçik olan ən tez bişir. Ölçülərinə görə böyük olan gec bişir. Ölçü artdıqca bişmə saatı da artır demişdik ya, xarici görünüşünə görə. Bunlardan ölçüsünə görə ən kiçik mərcidir. Deməli, mərci demişdik ki, 1 saata bişir. 1-ə yazırıq C. Noxud demişdik ki, mərcidən biraz böyük olur. 1,5 saata bişirir noxud. 2-də yazıram B. Lobyası daha böyük olur quruluşuna görə, ölçüsünə görə. Orada da ən böyük rəqəmimiz 2-dir. 1,5, 2. 1,5, 2 saata bişir lobya. Burada yazıram A. Mənlər bunu yadda saxlamağın başqa üsulu da var. Sıralamanı götürməlisiniz. Məsələn, 1 saat, 1 saat, 1,5 saat, 1,5, 2 saat. Bu sıralama belə gəlir, düzdür? Bəs adları düzsəniz sıralama yerindədir. Noxud, yox,
Mərci, noxud, lobya. Sıralamanı düzsəniz, orada saatlər də yerlərinə qoysanız, görüm uyğun gələr elə. Yox, mərci, noxud, lobya. Hatta birinci mərci olar, sonra noxud olar, sonra lobya olar. Sıralamanı belə yazsanız, o da sizin üçün köməkdir. Amma asandır, sadədir, bilirik bunu. C, B, A variantı. Uyğunlaşdırın. Makaronların bişirmə müddətidir. Mənlər ərişdə demişdi ki, işdə nə qədər vaxt qalmış işdə olmalıyıq. Şagird məktəbə getməsindən işi əlaqələndirmişdi. İş sözünə görə 15-20 dəqiqə. Deməli, ərişdə 15-20 dəqiqə bişir. 1-ə yazıram B. Yəni 15-20 dəqiqə qalmış işdə olmalıyıq sözündən yadda saxlamışdıq. Makaron, yəni iri makaron 20-30 dəqiqəyə. 2-də yazırıq A. Verməşil 13-15 dəqiqə bişir. 3-də yazırıq C. B, A, C olacaq A variantı bizim doğru cavabımız. Tərəvəzləri hansı temperaturda qaranlıq yerdə saxlamaq lazımdır? Mənlər müsbət 1, müsbət 3 dərəcədə. 1 və 3, müsbət 1 və müsbət 3 dərəcə temperaturda qaranlıq yerdə saxlamaq lazımdır. Bax, görürsünüz, A variantı çaşdırıcıdır. -1, müsbət 3 yazılır. Yəni, indi -1, -3 yazar. Burada hamısı müsbətdir. Yəni, burada soyuq şəraitdə saxlamırıq da. Sadəcə 3 dərəcəyə qədər temperaturda saxlayırıq. Müsbət 1, müsbət 3 dərəcə temperaturda qaranlıq yerdə saxlayırıq. 42-ci sual. Məmulat işçinin gözlərindən nə qədər məsafədə olmalıdır? Açar sözümüz ş hərfidir. İşçi, ş, tikiş maşını, ş, tikiş maşında da 30-40 demişdik. Məmulat işçinin gözlərindən 30-40 sm məsafədə olmalıdır. Nazik parça emal edildikdə ziqzaq şəkilli tikiş kəsişdən nə qədər məsafədə qoyulur? Demişdik ki, nazik sözü 5 hərfdən ibarətdir. 5 millimetr. Deməli, nazik parça emal edildikdə ziqzaq şəkilli tikişdə biz 5 millimetr məsafə qoyurduq. Amma nazik parçalarda. Parçanın qalınlığından asılı olaraq ayağın hündürlüyü nə qədərdir? Demişdim ki, ayaq 4 hərfdən ibarətdir. A, Y, A, Q. Ayaq 4 hərfdən ibarətdir. 0,1, 0,4 santimetr. Cavabımız olur A variantı. 45-ci suala baxırıq. Görüm 45. 45-ci sual yoxdur müəllimlər. Elə birdən 44-dən sonra 45 gələr, eybi yoxdur. Deməli, bu 6-cı sinifimizin rəqəmlərini, suallarını bitirdik müəllimlər. Yenə də siz bunlara arxayın olmayın. Çünki 6-cı sinifdə bu qədər rəqəmin olması mümkün deyil. Hardasa, yəni müəyyən bir rəqəmlər təbii ki, qalmış ola bilər. Çalışın, yenə də kitabımızı təkrarlayın, bir dəfə də gözdən keçirin.